O balkonda divar götürülməyib. Burada ümumiyyətlə atapina yoxdur. O da boş xət gedir. Burada atapina xətti yoxdur. Torbada heç bir yerdə atapina yoxdur. 66 kvadrata götürüb istilik sistemi yazır. 11 manat 44 köpəkdən niyə 28 manat 88 köpəyə qədər bunu qaldırır? Görüntülər xəbər ertəsinin qaynar xəttinə göndərilib. Kadrlarda vətəndaş bildirir ki, mənzilin eyvan hissəsində nə radiator, nə də istilik xətləri mövcuddur. Buna baxmayaraq bu hissə ümumi yaşayış sahəsinə daxil edilərək ödəniş sənədində nəzərə alınıb və vətəndaşdan faktiki istifadə etmədiyi istiliyə görə ödəniş tələb olunub. Sosial məsələlər üzrə ekspert İlqar Hüseynov deyir ki, sənəddə mənzilin ümumi sahəsi nə qədər müəyyənləşdirilibsə, istilik haqqı da həmin sahəyə uyğun hesablanır. Burada vətəndaş deyə bilər ki, mənim balkonum açıqdır, mən burada istilik istifadə etmirəm və yaxud da ki, burada kvadrat az göstərilib çox. Bu mübahisələndirilmiş vəziyyəti Azər İstilik Təchizatla bilavasitə fərdi qaydada aydınlaşdırıb, ona aydınlıq gətirə bilərlər. Amma ümumən götürəndə Bakı şəhərinin demək olar ki, hündür mərtəbəli, böyük əksəriyyətində balkonlar ya mətbəxə birləşdirilib, ya yataq otaqlarına birləşdirilib. Bu və ya digər formada çox saylı və geniş miqyaslı rekonstruksiya işləri həyata keçirilib və ona görə də dövlətin verdiyi rəsmi sənəddə göstərilən kvadrata uyğun da hesablamalar həyata keçirilsin. Məsələ ilə bağlı Azər İstilik Təchizat Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elvin Baskalı açıqlamasında bildirdi ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara əsasən istilik ödənişi hesablanarkən mənzilin ümumi yaşayış sahəsi nəzərə alınır. Onun sözlərinə görə açıq eyvanlar bu hesablamaya daxil edilmir. Amma bağlı eyvanlar ümumi sahə kimi qiymətləndirilir və ödəniş hesablanarkən nəzərə alınır. 5 sentyabr 2023-cü il tarixində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş istilik enerjisi istifadə qaydalarına əsasən evin ümumi yaşayış sahəsi açıq eyvanlar istisna olmaqla hesablanır. Yəni ödəniş zamanı istiliyə görə bütün ümumi sahə açıq eyvanlar istisna olmaq şərti ilə evin ümumi sahəsi hesablanır və sizin də qeyd etdiyiniz ünvanın eyvanı bağlıdır. Odur ki, həmin eyvan da ödəniş zamanı hesablanıb. Qeyd edək ki, istilik haqqı mənzilin hər bir kvadrat metri üçün aylıq 45 qəpik təşkil edir. Firuzə Məlikzadə, Xəbər Ertəsi.